Salam uşaqlar, 70-ci sualın izahına baxaq. İlk növbədə alüminium H-xlorla reaksiyaya daxil olduqda alınır alüminium xlor 3 plus H2. Bunu əmsallaşdıraq. H2-nin qarşısına 3 yazırıq. H-xlorun qarşısına 6. 2 alüminium xlor 3-ün qarşısına 2 də bura. Baxın uşaqlar, bu əmələ gələn X və Y nədir? Biri H2-dir, biri alüminium xlor 3-dür də alınan maddədir. Çünki 0-dan biri gəlib, X bax 2 dənə alınan maddədir. Bax bu 0,6 Y hansı olar hidrogen? Niyə? Çünki əmələ gələn bax hidrogenin əmsalı alüminium xlor 3-ün əmsalından böyükdür axı. Ona görə də bu Y-in, görürsünüz, əmələ gələn Y-in molu X-dən böyük olduğuna görə Y H2-dir, üzərinə yazdıq. Bizdən X-i soruşur. Aşağıya da əmsalların yazırıq və buradan alırıq ki, alüminium xlor 3-ün molu 0,4 olar. Bu 73-cü sualda bizim belə 10 sualda da var idi belə. Baxın, bu nöqtədə X2 Y-in molu 0,1 molu 6,2-dir. Onda 1 molun tapsaq, əgər 0,1 molu 6,2-dirsə, 1 molu 62-dir. Onda biz tapdıq ki, X2 Y-in emeri 62-dir. İndi gəlin X2 deməli Y2-ni tapaq. Deyək, bax, burada baxın. 0,2 molu 15,6 qram deyir. Onda 1 molunu tapırıq 78. İndi bax, burada fikir verin. İkincidən birincini çıxsaq Y-i verərmi? 78-dən 62 çıxırıq 16. Deməli, Y-in nisbə atom kütləsi 16 imiş. Onda X neçə olar? X2 Y 62-dir də emir. 16-da 62-dən 16 çıxırıq. Neçə eləyir? Deməli 46. 46-nı da 2-yə bölürük 23. X 23. İndi Z-i gəlin tapaq. Bax, burada kəsişir də. 0,1 molu 10,3 qramsa 1 molu 103-dür. İndi X, Z-in emeri 103-dürsə 103-dən də X-i tapmışıq da 23-dür. 103-dən də 23 çıxsaq neçəni verər? 80. Bizdən də Z-in nisbi atom kütləsi soruşurdu deyə bu da 80. Bax, eyni 74 də onun kimidir. 77-ni sistem tənliklə həll eləyək. Bax, buraya yazıram kalsiyumu, bunu X götürək, X mol. Kalsiyum OH2-ni də Y mol götürək. Bax, kalsiyumun ümumi kütləsi 160-dır. Deməli, birincində kalsiyum 40X-dir də. Bax, 40X, ikincində də 40Y-dir. Bu bərabərdir 160-a. Oksigen kalsiyum orada nə qədərdir? 16. 16X. Kalsiyum OH2-də də oksigen 32-dir, 32Y. Bax, bu da bərabərdir 96-ya. İndi buradan biz X-i tapaq və X-i tapandan sonra kalsiyum oksigen kütləsini eləyir də. Bax, burada X nə eləyirsə cavab o.